Hello, kanalıma xoş gəlmisiniz. Bugün dostlarımla gedirəm görüşməyə, ona görə də hazırlaşmışam. Dünən Qəbələdən qayıtdıq. Bugün də hava çox yağışlıdır. Əslində biz gözləyirdik ki, Qəbələ yağışlı olsun, amma qətiyyən yağışlı olmadı. Çox qəşəng oldu hava, amma Bakıya gəlib yağışa düşdük. Sabah da yağış göstərir. Şimdi bu günlərim hazırlaşmışam və gedirəm dostlarımla görüşməyə. Muradla təbii ki. Belə giymişəm bu dəfə Total Black. Biraz daha dar giymişəm. Normalde belə dar giymirəm. Hamilə qalandan sonra yəni belə. Bu da hamiləlik şalvardı, qara rəngdə olan. Onu giymişəm. Bu arada müəssisəyə gedirik. Getməmişik. Təzə açılıb səhv eləmirəmsə 1 il olmaz məncə. Gedək görək ora necədir. Hello, bu günlərim gedirəm həkimə, uziyə düşməliyəm. Balamı 12-ci həftəsində görmüşdüm. İndi 17-ci həftəsindəyəm. Təşkil 18-ci həftəsindəyəm. 17 həftəm tamam oldu. 17 həftə neçəsə gün olmalıdır. Nəysə, amma getməmişdən əvvəl indi istəyirəm ki, biraz limfa drenajlı masaj eləyim. Çünki fikir verirəm ki, son zamanlar azca şişkinliyim yaranır, bu hamiləlik şişkinliyi. Ona görə üzümü masaj eləyəcəm. Üzümü də bu roller vasitəsilə masaj eləyirəm. Dünənlərim test elədim, xoşuma gəldi. Belə adi rollerdir. Nəsə biraz kremliyim üzümü, ondan sonra masajımı eləyim. Biraz makyaj eləyim, çıxacağım. Fərq var kızlar, siz deyin. Ya ben buradan, bura çok balaca, buradan hiss eləmirəm, amma güzgüyə baxanda biraz hiss edirəm. Bu tərəfim daha şişkindir, bu tərəfim biraz daha okey oldu. Geldik Murat'la gençlik mola, çünkü Aprolab gençlik mola yaxındır. Biraz burada yiyəcəyik, ondan sonra yəqin ki mən yenə padruqalarımla görüşərəm. Ha, zəhmət olmasa. Mən çox da sağlam bir şey yemirəm. Amma arada olar. Friday. Gençlik molda biraz gəzdim qızlar, sonra gəldim Könülgilə. Elə fikirləşdik ki, hamımız bu günlərin biraz boş idik. Mən də Leyla da Könüldə. Dedik görüşək. Könül təklif elədi ki, gələk onlara. İndi mən gəlmişəm, Könül də düşüb aşağı Leylanı qarşılamağa. Keşə mən burada kofe eləyib, qəşəng kofe içirəm. Çox sevirəm kofeni. Bu arada hamiləlik vaxtı südlü kofeyə nifrət elədim. Çünki ən axırıncı dəfə El Niño'da raf içmişdim.
Crescent Mall-dakı Elenino'da. Heç xoşuma gəlməmişdi. Ondan sonra da toksikozum başladı və ümumiyyətlə südlü kofe yadıma düşəndə ürəyim bulanırdı. Mən də normalda heç südlü kofe içən deyiləm, yəni amerikano ancaq içirəm. Bu da amerikanodur kakraz. Nə əcəbsə həmin ərəfə belə dadanmışdım, ancaq ki südlü kofe içirdim, raf içirdim. Axırıncı rafda necə gözümdən düşdüsə, ondan sonra ürəyim bulanmağa başladı yadıma düşəndə kofe, amma indi yaxşıyam. İndi bilmirəm südlü kofe içə bilərəm ya yox, amma ən azından amerikanonu yenə də rahat içə bilirəm. Bu arada Keşa dünənlərim kameradan nastroykaları biraz dəyişdi. Özü nəsə belə nastroykalar eləmişdi rənglərlə bağlı və s. Mənə elə gəlir ki, bu filtr mənim çox xoşuma gəldi. Burada biraz rənglər qəribə düşür. Məndə çox ağ idi. Bütün videolar belə ağ çəkilirdi. İndi daha çox xoşuma gəldi. Elə ona görə də dünənlərin filtri dəyişəndə Keşaya dedim ki, yo belə saxla, bu qəşəngdir, belə qalsın. Bilmirəm, dəyişikliyi necə hiss eləsəz deyərsiniz. Keşa 2 saniyə xaliqələr yaratdı. Amma mən istəyim olmadı. Bütün o soğuzlardan bilmirəm, onlar açılmayıbdı, ona xarab olar. Deməli, əynimi giyindim, elədim. İndi çıxacağam çölə, çünki hava çox yaxşıdır. Bu mənim güllərimdir. Hava çox yaxşıdır. Yağışlardan sonra kakraz deyirəm, biraz çıxım çöldən, oturum video falan editləyim. Yəni bu günlərimi kompüterimi özümlə götürəcəm. Nə bilim, evdə oturmam gəlmədi. Hava yaxşıdır. Düzdür, belə səhər daha yaxşı idi, günəş var idi. İndi gün ortadır, saat neçədir. Belə biraz buludludur, amma havanın temperaturu yaxşı olmalıdır. Muradı gözləyirəm. Bir yerdə çıxacaq, o ofisə keçəcək. Mən də Gənclik Mallda orada hardasa bir yerdə oturacağam. Biraz video falan editləyim. Bu arada saçlarımın ağları çıxıbdı və saçımı neynəsəm də saçım qəribə çikli görsənir. Çünki ağlar belə qəribə adama belə ağ saç çıxanda belə yaxşı görsənmir saç. Yəni nə qədər təmiz olsa da, nə qədər belə şey olsa da yağlı kimi görünür. Bilmirəm, parıldayır, nədirsə ona görədimi? Yəni bu arada saçım tez-tez uzanır mənim. Hər ay kraska vurmaq məcburiyyətindəyəm. İndi ona görə də gərək Səmirə xanımın yanına yazılım. Bu arada qızlar, bu günlərim Zara'dan o vaxt aldığım S ölçü şalvarım əynimə gəlib. Ona görə onu sizə göstərmək istəyirəm. Yes. Əslində mən hamiləlik şalvarı almağımın səbəbi o idi ki, mən bu şalvarı hamiləliyimin 2-ci ayında giyindim və gördüm ki, məni sıxır və yəni belə durur. Yəni qarnım quite böyük idi. Mən də fikirləşdim, ay Allah, mənim 2-ci aydan qarnım bu boydadırsa, 5-ci, 6-cı aylarda nə olacaq? Ona görə də tez bazar özümə rahat şalvarlar yəni sifariş elədim. Amma indi baxıram ki, yəni 2-ci ayımda nətər idisə, 5-ci ayımda da qarnım eyni qalıbdı. O da ki, çox güman ki, 2-ci ayımda çox şişkinlik var idi. Yəni dəhşət şişirdim, köpürdüm. İndi amma ancaq ki, uşaq böyüyür, belə normal qarnım böyüyür, standart. İndi də gəlir, biraz kip düzün desəm, yəni bel hissəsi. Amma yəni onu da yəqin ki, oturanda biraz açacağım. İndi düşünürəm ki, bu aylıq məni idarə eləyər. Yəni gələn ay yəqin ki, giyinə bilməyəcəm. Belə dəyişiklik olsun deyəsində bunu giyindim.